Peyğəmbər söz danışır, Dəsatirul Əvvəlin. Bu Dədə babamızın nağılını danışır bizə. Dədə baba, çünki Həzrəti İbrahimdən, Həzrəti Musadan eşitmişlər axı belə şeyləri. Peyğəmbər gəlib Allahın peymanını çatdıranda, xəbərini çatdıranda, əhdi peymanı ortalığa çıxardıb. Bunların əslən Həzrət Əli əleyhissalamla deyir. Əqlimi batmış yerlərin üzə çıxartmaqdan ötürü Peyğəmbər gəldi. Peyğəmbər gəldi içəridə olan o əhdi peymanları, ələstü bilə bukum qalu bəlanı üzə çıxartmaqdan ötürü Peyğəmbər bunlar Dəsatirul Əvvəl. Bu yəni əfsanə. Dədə babamızın özü maraqlı bir cəmiyyət görünə günə qalmışdı. Bunlar bu tərəfdən deyirdi, Peyğəmbər bu cürə danışanda deyirdi, Əsatirul Əvvəlin bizim keçmişlərin nə idi? Nağıllarıdır. Bu yəni özləri də keçmişlərindən əl çəkmir. İnnə vəcədmə abəanə ələ ümmətin və innə iləyhimlə muhtədun deyəsən səbirə. Niyə belə eləyirsən? Deyir, dədə babamız belə. Burada deyirdin, bu mən danışanda deyirsən, bu əfsanədir. Özün təzədən gəlir, pis işi. Deyirsən ki, öyle bizim ata-babamız belə olub, biz də onun izlərini görənəm. Kəzalikə yəfalır. Bəli, cürbəcür ayələr də var. Hacı, çox maraqlıdır ki, cəmiyyətin reaksiyası, məsələn, Həzrət Peyğəmbər gələndə, bu dəvəti gətirəndə, cəmiyyətin reaksiyası çox maraqlı oldu. Cəmaət hamısı meyilləndi Həzrət Peyğəmbər. Bunlar başladılar Peyğəmbərin qarşısını almaq üçün min cür oyunlar qurmağa, hiylələr işlətməyə. Yəni, insanlar və insanlıq özü də o cür insanlardan bezmişdilər əslində. Yəni, təsəvvür edir, tam varlı, tam qüdrət sahibləri, tam da xəsis, heç bir xeyri yox, cəmiyyətə heç bir faydaları yox. Amma onların müqabilində Həzrət Peyğəmbərin öz nəsli, Haşimi nəsli, onlar özləri çox səxavətli və bəzi insanlar, Hatəmi Tayi kimilər, çox səxavətli, insanlar onlara meyilli. Həzrət Peyğəmbərin babası Haşim haqqında da o deyilir. Haşim ləqəbi ona görə verildi ki, o öz qurban kəsirdi insanlara, paylayırdı öz malından. Həm də hətta deyir, o çörəkləri, zadları damların üstündə quşlar üçün də yığırdı ki, quşlar gəlsinlər. Həm də ondan öyrənir. Bəli, quşlar gəlsinlər, ondan yesinlər, onlar da ac qalmasınlar.